Salam dostlar, kanalımın abunəçiləri, xoş gördük sizi yeni bir videoda. Bu videomuzda nə var? Bu ayın 10 sifarişləri. Gördüyünüz kimi məkanımız biraz dəyişmişik. Bu dəfə Tuna'da açıram çünki soyuqdu evlər. Kuxna ən isti yerdir. Və açaq, görək nə var, nə. Və bu bağlamanın içində çox möhtəşəm, indirimli qiymətlərdən qəşəng şeylər almışam. Bölümdən də açıq görək nəyimiz var. Gördüyünüz kimi qarşıdan yay fəsli gəldiyi üçün 3 dənə SPF günəş kremimiz var. Səbəb nəyə görə 3 dənədir? Başlasam sizə. Birini normal qiymətə almışam. Bu ikisi isə mənə 2 al 1 ödə kimi gəlib çıxıb. Home'da yeni qaydalar var. Çox sərfəlidir artıq Home. Qazanc planında da dəyişiklik var. Artıq burada qarın suyu əriyib. Əvvəlki kimi qazanc planı əvvələ qayıdıb. Bal sistemi və endirimli məhsullar yeni qaydalarladır və çox sərfəlidir. Hər birinizə tövsiyə edirəm. Elə bil ki, bu 3 dənə günəş kreminə cəmi vermişəm 29 manat. Amma mən verməliydim bunun üçünə. Hardasa 43 manat zat verməliydim, amma cəmi 29 manat vermişəm. Buradan da görünür ki, necə sərfəlidir. Bu hədiyyəmdir. Bunu sonraya saxlayıram. Bu kişilər üçün antiperspirantdır. Çox tərifli məhsullarımızdan biridir. Bu qadınlar üçün antiperspirant da görürsünüz. Hər bağlamanın içində bu antiperspirantlardan olur. Bunun biri səhv eləmirəmsə hədiyyə gəlib. Bu hədiyyə tərəfə qoyum onu. Və 2 dənə kişilər üçün Duxu Maestro. Düzdür, qoxusundan xəbərim yoxdur və bunları da sizcə mən neçəyə almışam? Bunun bir dənəsi elə 30 manatdır, 31 manatdır gəliş qiyməti. Yəni katalog qiymətini hələ demirəm. Mən bunların ikisinə cəmi 31 manat pul vermişəm. Düzdür, sevgililər günü keçdi, amma birinin böyük ehtimal ki, həyat yoldaşıma hədiyyə verəcəm. Hətta burada bir dənə də qol altımız qalıb. Bu qarlı qışlı gündə evdən oturub qazanmaq xanımlar çox sərfəlidir. Siz də komandama qoşulmaq istəyirsinizsə, buyurub gələ bilərsiniz. Bu nədir belə? Bu qarış kiprik yağıdır. Özümdə istifadə etmişəm. Çox möhtəşəm bir məhsuldur xanımlar. Fərz edin ki, kiprikləri çox gözəl uzadır, tökülən qaşları çox gözəl yerinə gətirir. Hər birinizə məsləhət görürəm, özüm istifadə etdiyim üçün. Bunu da məsləhət görürəm, bunu da məsləhət görürəm, bunu da məsləhət görürəm. Bəzi X şirkətlərin günəş kremlərini istifadə edirəm. Hardasa demək olar, onlar da bu qiymətdədir. Lakin üzümdə səpkilər filan feşməkan əmələ gətirir. Amma bunları istifadə edib düzgün qaydada da təmizlədikdən sonra heç bir problem yaramır. Yəni məsləhət görürəm sizə. Bunu elə belə nümunə üçün vurmuşam, balın başını düzəltmək üçün və göz qələmi də hədiyyə edim. Bu daban, ayaq və topuk kremi, dabanları yumuşatmaq üçün, dabanda yaranan çatlar bərpa etmək üçün, bərk olan xanımlarda da yumuşatmaq üçün lazım olan bir kremdir. Bundan da özüm istifadə edirəm və faydasını görürəm. Hər birinizə də məsləhət görərdim. Bu da Emiror. Səhv eləmirəmsə, bu da kişi duxusudur. Bu da hədiyyə olaraq gəlib. Probniklərin gəlməyə hardasa bizə sərf edir, çünki sərt idi. Mənim kişi qoxularında sərtliklərdən daha çox xoşum gəlir, nəinki şirin idi. Gözəl qoxusu var. Onu da bildirmək istəyirəm ki, xanımlar, Home duxularının qalıcılığı hardasa 3 günə qədər getmir üzərimizdən. Özüm denəmişəm və istifadə edənlər də bunu deyir. Burada gördüyünüz kimi kartkamız boşdur və sizi qiymətlərlə tanış eləmək istəyirəm. Dediyim kimi, bu duxuları endirimdən almışam. Normalda bunun katalog yox, öz qiyməti. Biz Home-da kayıtlıyıq deyə bu məhsullar bizə endirimli qiymətlə verilir. Və o endirimli qiymətdə normalda bunun birinin qiyməti 31 manatdır. Lakin mən ikisinə 31 manat vermişəm. Burada da eyni cürə bu məhsulun öz qiyməti 13 manat 25 qəpikdir normalda. Amma mən bunun ikisinə 13 manat 25 qəpik vermişəm. Niyə? Çünki bunlar mən hardasa 105 manatlıq alış-veriş eləmişdim. Bunlar mənə endirimli qiymətdən gələn məhsullardır. Hansı ki, bunu öz qiymətinə vurmuşam 13 manat 50 qəpik, bunu öz qiymətinə vurmuşam 13 manat 50 qəpik. İndi mən sizə nələr hədiyyə gəlib onu demək istəyirəm. Deməli, göz qələmi mənə hədiyyə gəlib. Bu yaxından halbuki mən buna pul verib almışdım birini. Sonra rumyana hədiyyə gəlib. Bunu açmamışam, sonra saxlamışam, indi açacağam. Bir də bu emerald duxusu. Emperor kişi duxusu hədiyyə gəlib. Yadıma düşdü. Bu özü təşviq hədiyyəsidir. Yəni ki, bu alış-verişlərin üstünə bir dənə də buna hədiyyə verdilər. Bu boyda hədiyyədən əlavə. İndi mən sizə göstərəcəm. Bu 4 dənə məhsul mənə hədiyyə gəlib. Ardasa bunun birinin qiyməti 8 manatdır. Bunun qiyməti burada göstərməm ən az 13-14 manat da bunun qiymətidir. Bunun qiyməti də hardasa səhv eləmirəmsə 6-7 manatdır. Hədiyyə olduğu üçün burada nakladnoyda göstərmir. Amma ki, dediyim kimi toplamda elə mənim vurduğum 105 manatın hardasa 30-40 manatı mənə geri qayıdıb bunlar vasitəsilə. Qalanları sifarişdir. Qalanları da kimi istəsəm hədiyyə də verə bilərəm. Ucuz da verə bilərəm. Yəni ki, Home olsun, sonsuz olsun. Hər birinizi komandama qoşulmağa çağırıram. Dəyişək, inkişaf edək. Home-un yeni qazanc planları ilə mənim komandamda yeni komanda qururam. Qolumun başında kim qurmaq istəyirsə buyurub yorumlarda yaza bilər. Əlaqə nömrəsi qoyacağım inşallah. Unutduğum bir şey var. Bu rumyananı açacaqdım. Qoy açaq göstərim sizə. Əslində açmaq istəmirəm. Bunu satmaq istəyirəm. Çünki özümə yeni vaxtlarda yenə rumyana almışdım. Bu ikinci rumyanadır. Amma açım siz izləyicilərin xətrinə görə açacağım. O düzdür, açılmaq da istəmir. Amma açacağım. Nə qədər dirəksə də açacağım. Yadınıza gəlsə, keçən dəfə də 31 manatlıq ten mənə hədiyyə gəlmişdi. Bu dəfə də bu gözəllik mənə hədiyyə gəlib.
Çok gözəl parıltısı var. Bilmirəm orada düşür ya düşmür. Hardasa bu bronzer yerinə keçir. Blusher, powder. Amma rumyanadır yəni. Qoxusu möhtəşəmdir. Rəngi burada bronz düşür, amma belə canlı baxanda roz rəngdədir. İşığı da söndürdüm ki, rəngi bəlkə aydın düşər, amma burada canlıda gördüyüm rəng kimi düşmür. Gözəl rəngdə parlaqlığı da var. Balaca qızım da burnunu soxmasa. Məndən yaxşı bilir, əlinin üstünə çəkib göstərir belə. Arada sağ olun, Salmat Qaran kanalına abunə olmağı unutmayın.